Ümumiyyətlə bütün həyat evlərində reviziyaların qoyulmağı 100%'dən önəmlidir. Salam dostlar, Mərdəkan ərazisindəyik. Təzə təmirdən çıxmış evdə yaşayış olmuyor. Evə gəldə suyun getməməyi, plus da evdən kəskin qoxunun gəlməyi. Səbəbi isə təmir vaxtı evə dolan daşlar, qumlar, matılar, bax beləncəsidir. Su istifadə edirlər, evdə şişib qalır. Biz evə daxil olmayıb, çöldə bax. Sonra bir dənə yaxınlaş. Burada bir dənə reviziya yığacaq. Lazım olunanda buradan şambuğa qədər, yəni tutulmuş borunun rahatlıqla ustalar üçün, özləri üçün daha asan olsun. Plus da buradan evə tərəf. Evdə də batıb bulanmaq söhbəti olmasın. Bax, reviziyamızı yığacaq. Bir də usta bir dənə kompresorumuzu seçərsin. Bax, beləncə kompresorumuzun köməkliyi ilə borular yuyulur. Orada olan daşdır, qumdur, palçıqdır, belə şeylər də onlar kompresorun köməyi ilə yuyulur. Təzə necədir turban? Bax, bu cür vəziyyətdə. Borunun içərisi bax, bu cür vəziyyətdə qalır kompresordan yuyulandan sonra. Reviziyanı buradan yığılıb, qapağını da sınıq eləcək. Özləri də sabahlar lazım olsa müdaxilə edə bilər. Ümumiyyətlə bütün həyat evlərində reviziyaların qoyulmağı 100%'dən önəmlidir. Bax, burada heç bir reviziya qoyulmur. Təxmini də məsafə 25-30 metrədir yuxa qədər. Bunun yaxşı olarsa ortasında bir dənə reviziya qoyulub, hər iki tərəfə müdaxilə eləmək olsun. Bax, bu cür reviziyaların qoyulmalıdır, tutulmuş boruların açılmalıdır. Efendim, nömrəmiz var, bizimlə əlaqə saxlayın. Biz gələk sizə köməkliyimizi göstərin. Başlayaq usta. Başlayaq inşallah.